Gizli şəkər dedikdə adətən ac qarına qan şəkərinin normal olduğu, lakin tox qarına şəkər səviyyəsinin yüksəldiyi hallar nəzərdə tutulur. Bu səbəbdən bir çox insanda ac qarına ölçülən göstəricilər normal çıxsa da, yeməkdən sonra qan şəkərinin artdığı müşahidə olunur. Bəzən isə ac qarına ölçmələr düzgün aparılmadığı üçün gizli şəkər aşkarlanmır. Normalda ac qarına qan şəkərinin yoxlanılması üçün 8-10 saatlıq aclıq kifayət edir. Lakin daha uzun müddət 12, 14 və ya 16 saat ac qaldıqda, hətta axşam yeməyi buraxıldıqda belə əslində gizli şəkər mövcud olsa da nəticələr normal çıxa bilər və bu da xəstəliyin gizli qalmasına səbəb olur. Gizli şəkərin əlamətləri haqqında endokrinoloq Səlim Əsədov Misyaza danışıb. Bu kimi əlamətlər, yəni istər yorğunluq, tez acma və ya şirniyyat istəyi və ya şirniyyat yenidən sonra rahat olmaq, amma bundan sonra yenə acmanın növbəti, yəni acmanın tezləşməsi və yaxud da şirniyyat və ya unlu qida qəbulundan sonra əzginlik, yuxu basma kimi hallar həm insulin direncində, həm gizli şəkərdə, hətta şəkər xəstələrində belə ola bilər. Bunlar spesifik əlamət deyil. Bunlar biraz qeyri-spesifik əlamətdir. Amma başlanğıcda bu kimi əlamətlər bir-birinin yanındadırsa, istər-istəməz bizi xəstə barədə daha dəqiq və daha geniş araşdırmalar etməyə yönləndirmiş olur. Yəni spesifik əlamətlər deyil, amma bizə diaqnoza getmək üçün müəyyən ipuçları verir və ona görə də bunlar mütləq biz xəstədə sorğuluyuruq, mütləq araşdırırıq. Səlim Əsədovun sözlərinə görə ən vacib sual gizli şəkərin qarşısının alınıb-alınmamasıdır. Aparılan müşahidələr göstərir ki, həyat tərzinə ciddi diqqət edən şəxslərdə bu vəziyyəti normallaşdırmaq mümkündür. Hətta düzgün yanaşma ilə halların təxminən 70%-də qan şəkəri tam normal səviyyəyə qaytarıla bilir. Burada əsas rol qidalanmaya aiddir. Sadə karbohidratların, şəkər, şirniyyatlar, ağ un məhsullarının azaldılması, əvəzində mürəkkəb karbohidratların, tərəvəzlərin və keyfiyyətli heyvan mənşəli qidaların artırılması tövsiyə olunur. Bununla yanaşı kifayət qədər su qəbulu da vacibdir. Bu dəyişikliklər ümumi olaraq həyat tərzi dəyişikliyi adlanır. Qidalanmadan sonra fiziki aktivlik gəlir. Fiziki aktivliyin artırılması lazımdır. Yəni insanlar deyək ki, avtomobil idarə edirsə, bunu azaltması lazımdır. Avtomobili biraz daha uzaqda park edərək işinə və ya gedəcəyi yerə getməsi lazımdır. Ayrıca çıxıb yürüyüşlər edilə bilər, velosiped sürülə bilər. Digər insanlar xoşladığı hər hansısa oyunlar, futbol kimi, voleybol kimi, basketbol kimi oyunlar ola bilər. Buradakı əsas məsələ insanın fiziki aktivliyinin olması və bunun müntəzəm olmasıdır. Həftədə ən az bunun 3 dəfə ən azı və həftə üçün ən azı 150 dəqiqəlik bir aktivlik istəyirik. Bunun həftəlik 300 dəqiqəyə çıxarılması, yəni həftəlik 5 saat təxmin edir bu. Çıxarılması daha gözəl olar, daha effektiv olar və nəticələr daha yaxşı təsir eləyər. Amma ən azından məsələn həftənin 5 günü hər gün yarım saat yürüyüş eləmək, 5 vurmaq 30, 150 bu minimal olaraq ilkin vəziyyətlərdə, ilkin vaxtlar üçün yetərlidir. Və bütün bunlar bəli, söylədiyimiz kimi məsələnin düzəlməsinə səbəb olur. Burada məsələnin düzəlməsində ən mühüm şey də, yəni ən əsas göstəricinin biri də çəki varsa çəkinin verilməsidir. Nəticə olaraq gizli şəkər geri dönə bilən bir mərhələdir və vaxtında görülən düzgün tədbirlərlə diabetin qarşısını almaq mümkündür deyə Səlim Əsədov əlavə edib. İlahə Qəmbərli, Heydər Həsənli, Misya TV.